Belə bir məsələyə baxaq. 8M kütləli araba 5V sürəti ilə sürtünməsiz yolda hərəkət edərkən 2M kütləli cisim yavaşca arabanın içinə buraxılır. Buna görə arabanın ondan sonraki sürətinin böyüklüyü neçədir? Baxın, bunu qeyri-elastik toqquşma kimi düşünəcəyik. Gəlin hərəkət tənliyimizi yazaq. M1V1 üstə gələk M2V2. Qeyri-elastik toqquşmadan sonra nə olur? Cisimlər yapışıb birlikdə hərəkət edirlər müəyyən V iştirak sürəti ilə. Düzdürmü? Gəlin verilənləri qoyaq yerinə. Birinci cismin kütləsi 8M, sürəti 5V. Üstə gələk. İkinci cismin kütləsi 2M. Sürət yoxdur, 0. Yavaşca buraxılır, yəni müəyyən sürəti yoxdur. Kütlələrin nisbətinə baxaq. 8M, üstə gələk 2M olacaq 10M. V iştirikdə, yəni bu V iştiriqi bizdən soruşur. Gəlin baxaq. 8M vurulsun 5V olacaq 40MV. Bu da onsuz da 0 eləyəcək. Bərabər olur 10MV iştiriqə. M'ləri ixtisar aparaq, sıfırları da ixtisar aparaq. Qalacaq 4V V iştiriqə bərabərdir. Yəni mənim V iştiriqim 4V olacaq.